Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə bütün bayram süfrələrinizdə süfrənizi bəzəyəcək çox ləzzətli salat bölüşmək istəyirəm. Bunun üçün öncə göbələklərimizi yaxşı yuduqdan sonra təmizləyirik. Göbələk yuyulmaz deyən xanımlar siz yumadan da hazırlaya bilərsiniz. Və göbələkləri göstərdiyim qaydada yaxşıca sığıram. Göbələklərin hamısını təmizlədikdən sonra videoda göstərdiyim qaydada kvadratlar şəklində doğrayıram. Çalışaq çox da xırda doğramayaq, çünki qovrularkən biraz da yığılacaq. Artıq göbələklər hazırdır. Bir kənara qoyaq. İndi keçək kartoflarımızı hazırlamağa. Deməli, mən 500 qram şampinyon göbələk üçün 600 qram kartof qaynatmışam və kartoflarımızı paytaxt salatından biraz iri ölçüdə doğrayırıq. Yəni vinegret salatının ölçüsünə daha uyğundur. Və indi doğradığımız kartofların üzərinə bir neçə sap, yəni çox götürmürük gözəl xanımlar. Yəni göstərdiyim qaydada saplaq hissəsini də əlavə etmirik. Şüyüdün ancaq yarpaq hissəsindən bir neçə sap, yəni 3-4 maksimum. Əgər xırda ölçülü, yəni məndəki kimi olarsa 5-6 sap şüyüddən istifadə edirsiniz. Yəni çox əlavə etmək tövsiyə olunmur. Deməli, şüyüdləri də göstərdiyim qaydada doğrayıb kartofların üzərinə əlavə edirik və indi üzərinə ədviyyatları əlavə edəcəyik. Ədviyyat olaraq mən duz və qara üyüdülmüş istiotdan istifadə etdim. Ancaq siz öz zövqünüzə görə əlavələr edə bilərsiniz. İndi bunların üzərinə bunları bir balaca yaxşı qarışdırdıqdan sonra üzərinə mayonez əlavə edirik. Yəni çox mayonezli sevənlər mayonezin miqdarını biraz artıra bilərsiniz. Mən təpələmə bir xörək qaşığı, yəni videoda da görünür ki, yəni qaşıq təpələmə üstü doludur. Bir xörək qaşığı mayonez əlavə edib yaxşıca qarışdırıram. Bir daha qeyd edirəm, daha çox mayonezli sevənlər mayonezin miqdarını salatın bütün qatlarında və burada da eyni qaydada artıra bilərsiniz. Və bu miqdar üçün mən 5 ədəd yumurtadan istifadə etdim. Məndə iri ölçülü yumurtalardır. Əgər ehtiyac olarsa, yəni xırda ölçülü olarsa, o zaman 6 ədəd yumurtadan istifadə edə bilərsiniz. Kökümüz, burada hardasa 450 qram kökümüz var. Yəni 4 dənə orta ölçülü kökdən istifadə etmişəm. Kökümüzü də rəndədən keçirdirik və bir ədəd baş soğan. Baş soğanı da videoda göstərdiyim qaydada doğrayırıq. Yəni doğrayarkən çox da lap belə narın doğramırıq. Yəni biraz orta ölçüdə, yəni sulu yeməklərimizə nə cür qub-qub doğrayırıqsa o şəkildə doğrayırıq. Artıq soğanlar da hazırdır. İndi keçək qazın yanına. Deməli, öncə tavamıza biraz duru yağ əlavə edirik. Və üzərinə öncədən doğradığımız göbələkləri əlavə edək. Bir daha qeyd edirəm, burada 500 qram şampinyon var. Və göbələklərimiz qaralmasın deyə üzərinə gördüyünüz kimi limonun baş hissəsindən, yəni bir xörək qaşığı qədər limon suyu əlavə edib, yaxşıca hər tərəfə dəyəcək şəkildə qarışdırıram ki, göbələklərimiz bişərkən qaralmasın. Qeyd edim ki, qazın alovu yüksək həddədir, yəni ateşini çox edirik ki, göbələklərimiz biraz tez qovrulsun. Gördüyünüz kimi artıq suyunu buraxıb və indi üzərinə sadəcə göbələklərə görə azacıq duz əlavə edirik və gözləyirik ki, göbələklərimiz yağa düşsün. Və gördüyünüz kimi artıq göbələklərimiz qovrulur. Yəni göbələkləri qəti nəzarətsiz qoymayaq ki, çox qovrulub da qurumasın. Artıq göbələklərimiz hazırdır. Göbələkləri götürüb bir kənara qoyuruq və elə həmin tavaya azacıq təkrar duru yağ əlavə edirik. Çalışın yağdan çox istifadə etməyin və soğanlarımızı əlavə edib indi azacıq soğanlara görə
duz əlavə edirik. Yəni duzun miqdarını çox etməyək. Soğanlara görə duzu əlavə edib soğanlarımız qızılı rəng alana qədər qovururuq. Gördüyünüz kimi artıq qızılı rəng alıb və indi üzərinə rəndədən keçirdiyimiz kökü əlavə edirik. Mən burada kökü əlavə edərkən üzərinə duz da əlavə etmişəm, ancaq bunu videonu montaj edərkən kəsib çıxartmışam. Yəni siz duzu əlavə etməyi unutmayın. Və köklərimizi yumşalana qədər soğanla birlikdə qovururuq. Gördüyünüz kimi artıq köklərimiz də hazırdır. Yəni köklər də yumşalıb. Bunu özünüz qovurarkən hiss edəcəksiniz. Və artıq kökü də götürüb keçirik salatımızı yığmağa. Öncə qızartdığımız göbələklərimiz artıq soyub. İndi üzərinə bir diş sarımsaq, yəni sarımsaq çox istifadə etməyək. Yəni balaca bir diş sarımsaq bu miqdar üçün kifayət edir. Əgər çox iri ölçü sarımsaq dişi olsa, o zaman yarısından istifadə edin. Və bunları yaxşıca qarışdırırıq. Yəni burada sarımsaq sevməyənlər əlavə etməyə bilər. Burada əsas göbələyin iyini öldürməkdən ötürüdür. Və indi hazırlayacağımız qaba öncə biraz mayonez gəzdiririk və üzərindən doğrayıb mayonezlə qarışdırdığımız kartofları əlavə edirik. Əgər çox mayonezli etmiş olsanız, yəni mən mayonezdən çox istifadə etməyi sevmədiyim üçün ümumiyyətlə salatımızda biraz az istifadə edirəm. Ancaq siz çox mayonezdən qatmış olsanız, o zaman bu mərhələni etmirsiniz. Yəni üzərinə təkrar mayonez əlavə etmək ehtiyac deyil. Mən də az olduğu üçün mayonez əlavə edib və üzərinə göbələklərin yarı hissəsini, yəni hazırladığımız bütün tərəvəzləri 2 hissəyə bölərək, yəni salatımızı yığırıq. Və göbələklər kök yağla qovrulduğuna görə üzərinə çox mayonez əlavə etmirik. Yəni azacıq mayonez əlavə edib kökümüzü əlavə edirəm. Kökü də eyni qaydada hamarlayırıq. Yəni bu salatı mütləqdir ki, bütün qatlar, laylar, yəni çox qalın olmasın. Yəni nazik olacaq şəkildə yığsanız, o zaman salatınız həqiqətən çox ləzzətli olacaq. Ancaq qatlarını qalın etsəniz, yəni bu ərzaqları bir sıra olaraq yığsanız, yəni o dad salatınızda o ləzzəti ala bilməyəcəksiniz. Və mayonez əlavə etdikdən sonra üzərinə soyutma yumurtanı əlavə edirik və yumurtaya heç bir ədviyyat əlavə olunmadığına görə biraz duz və qara istiot, üyüdülmüş qara istiot əlavə edib üzərinə mayonez əlavə edirəm. Mən salatı öz ailəm üçün hazırladığına görə, yəni heç bir qonaqlıq, heç bir səbəb olmadığına görə hazırlamışam. Sadəcə özümüz üçün. Ona görə biz mayonez çox sevmədiyimizə görə bir daha qeyd edirəm, gözəl xanımlar, mən mayonezdən biraz az istifadə edirəm. Siz mayonezi öz zövqünüzə görə tənzimləyin. Yəni biraz daha çox. Yəni hətta biz ailədə bacılar da bəzimiz mayonezli daha bol istifadə edirik, bəzimiz az. Yəni bu zövqə görədir. Siz də eyni qaydada öz zövqünüzə görə tənzimləyin. Və gördüyünüz kimi artıq mən ikinci qatı yığıram. Yəni öncə təkrar kartof, daha sonra göbələk, daha sonra kök və daha sonra üzərindən yumurtanı əlavə edərək, yəni salatımızın artıq ikinci qatını da yığıram və ən son qatda üzərinə əslində mən Holland pendiri əlavə etsəm də bu salata ən çox yaraşan pendir parmezan pendiridir. Sadəcə mən tapmadığıma görə, bu dəfə marketlərdə olmadığına görə parmezan əlavə etməmişəm. Ancaq tapsanız mütləq parmezan pendirindən istifadə edin. Həqiqətən çox ləzzətli dad verir salata. Və bu cür hamarladıktan sonra salatımız biraz özünü tutsun deyə mən bir qaba qoyub soyuducuda 2-3 saat dincəltdikdən sonra üzərini öz zövqümə görə bəzədim. Siz də öz zövqünüzə görə bəzəyib, hazırlayıb nuş edə bilərsiniz. Hazırlayacaq olanlara nuş olsun. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.